Ki bağlayıcıdır, yoxsa ədat? Bunu necə tapaq ay müəllim? Deməli, tapmağın çox asan yolu var. Əgər cümləni təhlil etməyə bacarırsansa, tapacaqsan. Bir də yerinə baxmaq lazımdır. Məsələn, ki cümlənin sonunda gəldiyi zaman ədatdır. Sən güya bunu bilmirdin ki, burada ədatdır. Çünki cümlənin sonunda gəlir. Amma cümlənin ortasında gəldiyi zaman özündən əvvəl gələn sözə fikir vermək lazımdır. Əgər o söz cümlənin xəbəridirsə, düşünürəm ki, sən bunu bilərsən, bacararsan və yaxud da. Kidən əvvəl gələn söz cümlənin xəbəridir. Ona görə də ki burada bağlayıcıdır. Amma kidən əvvəl gələn söz cümlənin xəbəri deyilsə, başqa bir cümlə üzüdürsə, sən ki belə eləməzdin. Burada ki ədatdır. Çünki özündən əvvəl gələn söz cümlənin xəbəri deyil.